Ad günü hədiyyənizi götürməmisinizsə linkə daxil olun. Son günlər bəzi vətəndaşların telefonuna bu cür məzmunda SMS-lər göndərilir. İlk baxışda sadə bildiriş təsiri bağışlayan bu mesajlar əslində kiberdələduzluların növbəti tələsidir. Linkə daxil olanların həm kart məlumatları, həm də şəxsi bilgiləri bu üsulla ələ keçirilir. Mütəxəssislər xəbərdarlıq eləyir. Dələduzların qurbanı olmamaq üçün nələrə diqqət etməliyik? Əməkdaşımızın hazırladığı sujetdən məlumat alacağıq. Göndərilən linkə daxil olan istifadəçilər əvvəlcə hədiyyəni təsdiqləmək adı ilə başqa səhifəyə yönləndirilir. Ardınca onlardan kart məlumatları və şəxsi bilgilər tələb olunur. Elə bu mərhələdə də dələduzlar cihazı və bank hesabını ələ keçirmə imkanı qazanır. Çox gəlir və başlıqda, ayaq başlığı altında gəlir. 777-0 idi, elə bir şeydir. Heç nə də elə gəldi, açmadım, söndürdüm, getdi. Nömrəyə də son vaxtlar başlayıb belə mesajlar gəlməyə. Əksəriyyəti Azərpost mesajlarıdır və yaxud ad günü hədiyyəmiz buradadır və s. Kart istəyirlər, ya ad gün hədiyyəsi ilə bağlı mesajlar falan gəlir. Əsasən bankla bağlı gəlir. Kart məlumatlarımda sanki bir tərslik var imiş kimi. Bir də əsasən hər hansısa kampaniyaya qoşulduğuma dair linklər gəlir. Mütəxəssislər bildirir ki, bu cür SMS-lər son aylar ölkədə geniş yayılmış phishing, yəni aldadıcı mesaj göndərmə üsulunun növbəti formasıdır. Kiberdələduzlar tanış formatda təqdim olunan linklər vasitəsilə cihazlara giriş əldə edirlər. Ad günü hədiyyəsi, poçt məlumatları ilə bağlı başlıqlarsa insanları daha çox cəlb etdiyindən indi də bu yola əl atırlar. Linkə daxil olan zamanda şəkilləri açmaq üçün və ya hədiyyəni götürmək üçün buna one time password deyilən bir dəfəlik kod göndərilir. Bu əslində elə bilir ki, istifadəçi bu bir dəfəlik kodu yazan zaman həmin o hədiyyəni və yaxud da ki, şəkilləri aça biləcək və əksinə olur. Həmin o one time password yazan kimi istifadəçi tələyə düşmüş olur. Araz Mustafa deyir ki, bu cür mesajlar artdıqca vətəndaşların maarifləndirilməsi də gücləndirilməlidir. Hər bir vətəndaş diqqətli olarsa ki, kiberdələduzların qarşısını almaq mümkündür. Fidan Səfər, İlkin Həsənov, Space xəbər.